Xavər nənə, neçə yaşınız var? Ayın 17'sinden 90 tamamlar. Bakmaktan sonra gözlerine kaldım. Ahırlar gəlirlər. Yeməyimiz də var, içməyimiz də var. Deyirəm, ay oğul, heç o mən onu bilmirdim. Gedəndə deyir ki, mama, aparım səni gündül aparım. Gətirəndə ağır gəlsin. Harda şehit meclisi eşitmişemse bu 30 ilimi de orada sərf eləmişəm. Yas yerine beni çağırırlar, getmirəm, derim yok işim burada bu meclis kalır. Sosial şəbəkədə qarşıma bir video çıxdı. Əminəm ki, siz də o videonu görmüsünüz bəziləriniz. Ahıllardır, bir yerə yığışıblar, deyirlər, gülürlər, əylənirlər və insan baxdıqca həqiqətən çox pozitiv enerji yüklənir insana. Girdim, araşdırdım, maraqlandım, baxdım, gördüm ki, Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə həyata keçən bir layihədir. Ahıllarımız bura səhər gəlirlər, axşamsı evlərdən gedirlər. Yəni, bura qocalar evi deyil, sadəcə gün ərzi mərkəzidir. Mənə çox maraqlı gəldi, özləri ilə əlaqə saxladım. İstəyirəm gedək, nənələrimizlə oturaq, söhbət edək, onların o ab-havasına şahid olaq. Gəlin gedək. Bizde ama nenemizin eşte var, şeşkemeyiz. Sen 4 defa bırakın. O kənddə olduğu dəfə o şəhərdə aparıldı. Kişi bir şey. Kapıya düştü. Onlar ücretine yazmıyorlar. Fabrikaya da gelecek sabah. Gəldim, əyləşdim nənələrimizin yanında. İndi bacardığım qədər hamısı ilə söhbət edəcəm. Birinci Şəfiqə xanımla başlamaq istəyirəm. Şəfiqə xanım, özünüz haqqında bizə bir məlumat verin. Mən Quliyeva Şəfiqə, 55 il pedaqoji stajım var. Nərmanov rayonunun Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasına təyinatla getmişəm. Və orada 47 il ixtisasım şərqşünasdır, fars dilini qutarmışam. 47 il tədrislə müdür işləmişəm, fars dili üzrə. Ta 70 yaşına qədər. 70 yaşında təqaüdə çıxmışam. Demək, 55 il işləyən ana evdə oturmaq üçün darıxar. İnanırsınız, həmişə darıxmışam. Sonra eşitdim ki, burada belə bir cəmiyyət yaranıb. Evdə olanda həm subota, həm xadına gün darıxıram. Kaş artıq olaydı, gedəydik, yenə də onları görəydim. Bir-birimizə elə uyğunlaşmışıq buradakı ahıllarla bərabər. Elə bir-birimizlə ünsiyyətdə olmuşuq ki, mehribançılıq yaratmışıq ki, darıxırıq. Hətta evdə bəzən saatlarla telefonla da danışırıq. Görməyənlər də görsün ki, bizim dövlətimiz necə ahıllara qiymət verir. Çox sağ olun. Sizin adınız nədir? Sizin adınızı deyin. Mən Zülfüqarova Suriyə Ədil qızı. 45 il müəllimlik fəaliyyətinə məşğul olmuşam. Bu fəaliyyətimin yarısı Ağdamda, Ağdam şəhərində. Ağdam, sonra isə 32 saylı Ağdam məktəbində, Bakıda davam etdirmişəm. Eyni zamanda təqaüdə çıxandan sonrasına evdə çox darıxmışam. Bu Günər Sosial Xidmətlər Agentliyinin rəhbərliyi altında yaranan bu mərkəzimiz bizə xüsusi zövq veribdi. Gəlmişəm və darıxdırıcı bütün hisslərdən azad olmuşam. Yaranan bu təşkilat demək olar ki, bizim bütün dərd-qəmimizi azaldıb. Biz burada həqiqətən də darıxdırıcı yox, şən əhval-ruhiyyədə öz evimizə qayıdırıq. Səhər bura gəlirsiniz? Səhər. Neçədə Gəlirik? Saat 10-un yarısı. 10-da, 10-un yarısı gəlirik. Lap istəsək 9-a da gələ bilərik də, indi yaşlıyıq da, qocayıq. Biraz nə vaxt dururuq, onda gəlirik. Saat 5-ə qədər
Bizə gözəl qulluq olunur burada. Burada olur Və səhər yeməyiniz, Səhər günorta, yeməyimiz, axşam. günorta yeməyimiz. Burada yeyirik. Tez-tez şirin süfrələr açılır bizim üçün. Şirin süfrələrdə çay içirik. Və həqiqətən də dövlətimizin var olsun. Minnətdarıq. Nənə qızlar ansamblının solisti Xavər nənə əyləşib burada, Ağdamlıdır. İstəyirəm keçək, onunla bir söhbətləşək, keçmiş günlərini yada salaq. Xavər nənə, neçə yaşınız var? Ayın 17-sindən 90 tamamlar. Ay maşallah. Siz Ağdamlısınız, Bəli. Ağdamda Ağdam. nə işlə məşğul olmusunuz? Ağdam rayonunun Avdalı Gülaflı kəndinin sakinəsiyəm. Sana qurban olum, mən 37 il, 38 il bu ansamblda rəhbər olmuşam. Oxuyan olmuşam. Ta indi bu getdiyim yerləri mən biraz sözü yaymayında özüm üçün tutanıram. 2 dəfə Moskvada olmuşuq, bir rəhbərlə nənə qızları dəvət eləyiblər. 15 qız götürüb getmişəm. Orada çıxışımız olub. Maksim Gorki adına mədəniyyət evindən həm medal, həm qramota gətirmişəm. Sonra ikinci dəfə bir də zakaz gəlibdi ki, nənəni göndərin bizim bu özümüzün artistlərimizlə Moskvaya getməlidir, gəlsin. Bir ağız Qarabağ toyu keçirilir, orada bir ağız Qarabağ şəkərsəf qoxsun. Daha söz sındımamışam, yenə getmişəm. Çox yerlərdə, İsraildən belə hərrənmişəm. İndi də qocalmışam, oturmuşam. Yəni indi nəsə qalıb, özünüzü eləyə bilirsiniz özünüz? Vallahi nə bilim, heç eləməmişəm onu. Eləyin baxaq görək. Qoy, deyirəm, 30 ildir də anam balası. Harda şəhid məclisi eşitmişəmsə, bu 30 ilimi də orada sərf eləmişəm. Halal, xoşlar olsun. İndi də yerimlə tezdən namaza duranda, çıxıb çöldən baxıram, görüb işıqsa qaçıb ora. Niyə? Biraz uşaqları var, gəlin zaten. Onların səsindən. Baş götürüb qaçırsınız, hə? Gəlirəm, bax o qapını birinci biz döyürük. Gəlib görürük, 2 dənə arvad bizdə eləmiş gecə burada qalıb, 2 dənə arvad bizdən qabaq oturur. Gəlirik qəşək, Allahın köməkliyi ilə Allah qüvvət versin. Bax bunu bizə kim o başdan, mən olasını dəyilmirəm. O başdan bunu bizə, məsələn Xavərə, filana, bu hörməti, bu rəhbərliyi eləyən o böyükdən tutmuş Aynuriyyətdən, İradə xanımatan, hamısından razıyıq Allah heç birinizə dəyməsin. Sizinlə də bura mənim adımı eşidib ki, o 90 yaşa, 90 yaşlı saat adam yoxdur, məəttəl qalıbam ki, bu kimdir? Gəlib bizi yoxlayanların, hamısı salamat olsun sizinlə bərabər. Qəşək gəlib, o qapıdan gələndə görürəm çay, bir də bu şirin çörəyin adı nədir? Odur. Hamımızın vərlə göz gəldin ki, o gələn kimi tez gəldin, sürfən qapı açıqdır. Deməli, mən ona inanım. Yas yerinə məni çağırırlar, getmirəm, deyirəm, yox, işim burada bu məclis qalar. Niyə? Həm mənim bu qız, bax bu Aynur mənim elimdir, ovamdır. Həm də bu belə gedişatdan kim arıza bilər? Heç kim. Allah Teala avad eləsin. Allah sizə dəyməsin. Çox razıyam. Desələr gecə burada qal, qalaram da. Yaşı istirahət yerimiz var. Yatmaq yeriniz də var, onu gördüm. Ta ayrı nə deyim qızım, hələ çox razıyıq, çox. Evimizdəkindən yaxşı burada bizə qulaq asılır. Hələ deyil. Qavamıza işləyir, amma biz gəlirik. Nənə, gəlindən yaman çəkmişsin. Ay, toba, yox. Yanımda biri var, imam evladı. Allah haqqı. Yox. O zarafat edir. Onu zarafat ilə deyirəm. Nənə, bizim üçün bir zümzüm eləyəcəksən? Vallahi nə bilim. Elə görək. Pis olmaz, yaxşı olar. Yağdım bu dünyana varın devleti. Yağdım bu dünyana varın devleti. Elini aşırdı, yüzene kaldı. Ayak gitti, el getirdi, dişidi. Bakmaktan sovayı göze ne kaldı? Ne kaldı, ne kaldı?
Bakmaktan sonra gözlerine kaldım. Havaya bakırım, hava mehşuştur. Gezdiğim ellerim yadıma düştü. Bir gün diye, buradan özümle derim. Bir gün diyecekler kahvede köşk. Allah gecindən versin. Dalın öbürüm. Ha, ben olmuşsunuz Ağdamda heç? Gitmişsiniz? İndi 10 ha, dəfə etmişəm Ağdam Gülaflıya. Ağdamdan keçmiş, Allaha şükür. Şükür Uğurlu bugünümüze. gelir. Allah Xudavəndi Kerim olan Allah öz Allahlı xatirinə qollarına, dəmir yumruğun qollarına qüvvət versin. Dedim ki, qonşumuzun çatması var uyarına ha. Bax bilmirəm ki, bu heç bir söz var yoxdur. Qonşumuzun çatması var. Ağdamlı çatma belə qatma olur, arasında nehrə. Qatmasının çatması var. Nənəm yaman danışqandır, dədəmin də tutması var. Pisdir. Qəşəngdir. Yox, mən içindəyəm. Aynen, bu tərəfdə yox. Xan Sənem nənə bizim üçün mahnı oxumaq istəyir. O da burada, deyək ki, bura gəlir. 70 yaşı var. Səsini eşidək, görək necə oxuyur. Bizim üçün bir mahnı zümzüm eləsin. Bəli, mən Bakılı rayon sakiniyəm. Orada dünyaya göz açmışam. 75-ci ildə Bakıda, Bakı Kooperativ Telekomunda oxuyan vaxt Flora Kərimovanın nəzarəti ilə bu mahnını oxumuşam. Və onun əli ilə təşəkkürnamə almışam və o vaxt məni televiziyada veriblər. Sonra davam eləməmisiniz amma. Xeyr, eləməmişim. Gel könül, gel gezek her yanı, bu güzel yurduma Tayhanı. Gel könül, gel gezek her yanı, bu güzel yurduma Tayhanı. Hele her damla su, bir hayat istisu badamlı. Hele her damla su, bir hayat istisu badamlı. Çox sağ olun, təşəkkür edirəm. Super idi. Narahat olmayın. Ofeliya nənə, bir siz danışın görək buranın ab-havası necədir? Sevirsinizmi buranı? Buranı mən çox sevirəm. Evdə qalanda adam çox darıxır. Baxmayaraq nəvələrimiz də var. Amma ona baxmayaraq bura üçün çox danışıram. Hamısı həm yaxşı insanlarıq. Bir-birimizi düşünərək, başa düşərək, bir-birimizi çox sevirik. Bir ailə üzvü kimi hamımız bir yerdə oluruq. Hər bir kəs ürəyindən gələni söhbət əsnasında hamımız bir-birimizi duyaraq, ürəkdən sevərək, onların kiminsə sözünə qulaq asa-asa günümüzü keçirdirik. İstəyərdik ki, bu hər zaman davamlı olsun. Hamımızın sevinci yeridir. Hamımız burayla fəxr eləyirik. Gəlməyən günlərimiz ki olur 2 gün, o 2 günü çox darıxırıq bu ev üçün. Evdə sıxılırsınız. Bəli, çox sıxılırıq əlbəttə ki. Amma burada həm yaşıd olduğumuza görə, bayaq dedim, vurğuladım ki, bir-birimizi başa düşərək, bir-birimizə məhəbbətimiz artır, daha da söhbət etdikcə, bir-birimizi sevirik, bir-birimizin düşünmədiyimizi başa salan insanlarımız var burada, Xavər xanım kimi, belə böyüklərimiz Hamı kimi, bir-birinə bizdən köməkdir. böyük olan adamlar üçün onlardan nə isə öyrənməyi, nə isə vurğulanmağı çox sevirik. Bugün surahıdır, bədənin bölünür, gərdənin çəkilmiş sənadan pəri. Üz yanında tökülübdür tel nəzik, sinə meydan, zülf pərişan, bel nəzik. Ağız nəzik, dodaq nəzik, dil nəzik, ağ əllərin əlvan hənadan pəri. Çox sağ olun. Sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Allah hamınızı var eləsin. Allah sizə deyil. Çox sağ olun. Sonradan mən hər dəfə bura gəlib gedəndə o qədər sevindim ki, nə yaxşı ki mən Aynur xanımla tanış olmuşam və belə bir gözəl yer olub. Çünki bu yeri mən illərlə arzulamışam.
özümə görə yox, hər dəfə mən Türkiyədə olanda mənim qaldığım otelin yanında belə bir yer var idi. Və hər dəfə oradan keçəndə o ahılların sevinci, gülüş səslərini eşidəndə fikirləşirdim ki, görəsən niyə bizdə yoxdur? Buna görə də birinci başda prezidentimizə çox təşəkkür edirəm. Həm torpaqlarımızın alınmasına, yəni illərlə yadımıza sala bilmirdik ki, biz o torpaqlara qayıdacağıq. Mən Qarabağlı deyiləm, mən Cənub zonasındanam. Amma bir Azərbaycanlı üçün fərqi yoxdur. Qarabağ, Cənub zonası. Qarabağ bizim gözəl bir diyarımızdır. Torpağımızın ən gözəl güşələrindən güşəsidir. Ona görə mən o qədər bəlkə də Qarabağlıdan da çox sevindim ki, bu torpaqlarımız geri qayıtdı. Və eyni zamanda Azərbaycan Respublikasının Əhali və Sosial Müdafiə Nazirliyinə böyük təşəkkürümü bildirirəm. Çünki onların da böyük xidməti var bu yerin açılmasında və sizlərə təşəkkür edirəm. Tez-tez gəlib buranı yad edirsiniz. Bizim hələ orada da əyləşən ahıllarımız var. Keçək onlarla da söhbət edək. Allah sizə deyməsin. Adınız nə idi? Əsmətel. Əsmətel nənə. Əsmətel nənə, gününüz buradan necə keçir? Günümüz burada lap yaxşı keçir. Buranı oğlum bəyəndi, oğlum gəldi. Gəldi mənə dedim, amma belə bir şey var. Dedim, neynəyi oğul? Əvvəl mən sən apardım, baxdı, indi sən mən apar. Hə, gəldim, baxdım, bəyəndim, getdim, dedim, oğul, oradan da yaxşı şey var, gənə görürəm, ahıllar gəlirlər. Yeməyimiz də var, içməyimiz də var. Deyirəm, ay oğul, heç o mən onu bilmirdim. Gedəndə deyəcəm, amma aparım, səni gündür aparım, gətirəndə ağır gəlsin. Deyirəm, ay bala, o qədər yemək qorurlar ki, onu yeyib, bunu da yeyib, bunu da yeyib, bunu da yeyib. Gülü. Hə, günümüz yaxşı keçir. Allah bu pişirənlərə, gətirənlərə qabağımıza yemək gətirirlər, gündə neçə dəfə, heç gəlin gətirmir. Qabağımıza gətirirlər, yeyirik, içirik. Zamanlaşmışız. Bura gələndən zamanlaşmışız. Dilimiz yaxşı da sözümüz də yaxşı çıxır. Hamısı ilə görüşürük, salamlaşırıq. Bir-birinizə dərdimizi, odumuzu deyirik. Bunlar da bizim yaxşı qaydımıza qalırlar. Bundan başqa nə eləmək lazımdır? Allah bunların canına dəyməsin. Allah dövlətimizin canına dəyməsin. Gəlməyəndə darıxırsınız buradakılar üçün? Yox, darıxmıram. Niyə darıxmıram? Qəşək zamanlar. Yox, bunlardan ötürü darıxmırsınız gəlməyəndə. Buradakilardan ötürü. Heç bir gün qalmamışam. Elə, Elə demişəm qaçım. İmkan tapıb qaçır. Qaçır. 9 olur deyirəm, ay oğul durdu, və mən aparaq. Elə bil ki, uşaq məktəbə tələsir. Onda indi gedəndə tələsmirəm ki, saat 5 oldu, pulda niyə gəlmir? Evdən çıxanda tələsirsiniz, buradan gedəndə Allah tələsirsiniz. haqqı tələsirəm, geyinirəm, dururam, deyirəm, ələ duraq, dur mən apar. Yox, laf yaxşıyıq, laf yaxşıyıq. Sayal nənə, sizdən də bir eşitmək istəyirik buranı. Buranın təəssüratları necədir sizə? Əla, əla. Heç söz ola bilməz. Siz də yaydan Allah gəlirsiniz. dövlətimizin canına sağlıq versin ki, bu ahıllara belə şərait yaradır. Allah burada çalışanların da canına. Evə bir qonaq gələndə özümüz yetiririk, görən nədir. Bəs bunların səhərləri, gün ortaları, axşam da çay verirlər, şirin çörək verirlər. Səhərdən axşam bütün nazınızla Çox oynayırlar. razıyam, həddən ziyad. Əsas məsələ Allah hökumətimizin canına sağlıq versin. Azərbaycanı gözü götürməyən xarici dövlətlər çoxdur. Onların gözləri çıxsın. Əsas məsələ. Birini də mən Paxıllığımızı çəkirlər. Eyvallah, paxıllığımızı çəkirlər. Bu Əsmətel nənənin əl işidir, özü toxuyub. Burada oturanda toxumusunuz bunların hamısını. Bunlar hamısı əl işləridir. Yaşlı olsalar da onlar yəni min cavana deyərlər həqiqətən də, çünki əl işləri möhtəşəmdir. İstəyirəm nənələrimizlə bir rəqs edək, bundan da yekunlaşdıraq. Sağ olun, var olun.
Maşallah keyfinizi belə günün. Çok sağ olun. Həvva Haqverdili Sosial Xidmətlər Agentliyinin Sosial Sifarişlər və Layihələr Departamentinin əməkdaşı. Layihə əsas məqsədi ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılmasıdır. Həyata keçirilən tədbirlərin əhəmiyyətini, ahılların hüquqlarının qorunmasını və sosial müdafiəsinin aktuallığını dünya ölkələrinin bir çoxunda olduğu kimi ölkəmizdə də müşahidə olunan əhalinin qocalma prosesi şərtləndirir. Əhalinin yaş strukturunda uşaqların xüsusi çəkisinin aşağı düşməsi və ahıl vətəndaşların sayının əmək qabiliyyətli yaşda olanlara nisbətən daha intensiv artması sosial təminat sistemində yeni tapşırıqları müəyyən edir. Bunlardan biri də ahılların əlçatan sosial xidmətlərə əhatə olunmasına şərait yaratmaq, cəmiyyətin fəal üzvü olmalarına dəstək verməkdir. Bununla bağlı ölkənin 5 bölgəsində Bakı şəhərinin Binəqədi rayonu, Gəncə, Sumqayıt kimi böyük şəhərlərdə, həmçinin Qazax və Xaçmaz rayonlarında gün ərzə qayğı mərkəzləri yaradılmışdır. Mərkəzlər yarımstasionar formada, yəni günün müəyyən saatlarında həftə içi hər gün səhər saat 9-dan axşam saat 18-ədək fəaliyyət göstərir. Bu mərkəzlərin hər birində azı 30 nəfər olmaqla ümumilikdə 150 nəfərə 86-sı qadın, 64-ü kişi olmaqla sosial xidmət göstərilir. Əmək qabiliyyətli ailə üzvləri ilə birgə yaşamayan, çətin həyat şəraitində olan ahıllar mərkəzə qəbul edilir. Onlara sosial məişət, sosial psixoloji, sosial mədəni xidmətlər təqdim olunur. Aha, yaxşı. Mən yerimi dəyişdim. Bunu da qeyd etmək istərdik ki, 2030-cu ilədək ahıl şəxslər üçün gün ərzə qayğı mərkəzlərinin hər il 10% artırılaraq əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.